Salam əziz şagirdlər, məktəblilər. Bu videodakı mövzumuz 6-cı sinif ingilis dili Unit 2 Delicious Diversity, yəni dadlı müxtəliflik. Unit Goals bölmənin məqsədləri: Talk about food, yemək haqqında danışmaq. Read about students' lunch times in two countries. İki ölkədə şagirdlərin nahar vaxtı haqqında oxumaq. Listen to a TV cooking program. Televiziya yemək proqramına qulaq asmaq. Learn about how to have a healthy diet. Sağlam qidalanma haqqında öyrənmək. Write a recipe, resept yazmaq. Focus on the key competencies. Əsas bacarıqlara diqqət yetirmək. Think, düşünün. Where do you usually eat? Siz adətən harda yeyirsiniz? Məsələn, deyə bilərsiniz ki, I usually eat at home. Mən adətən evdə yeyirəm. Give 3 reasons why people eat together. İnsanların niyə birlikdə yemək yeməsinin 3 səbəbini de. Belə deyə bilərsiniz ki, people eat together because they want to. Belə yaza bilərsiniz. Mən buradan yazım. Example, cavab nümunəsi. People eat together because they want to. 3 səbəb istəyir bizdən. Biz də 3 səbəbi yazaq. To share food. 1. Share food. Yəni yedikləri yeməkləri bölüşmək istəyirlər. 2. Spend time with family or friends. Və 3-cü celebrate special days. Xüsusi günləri qeyd etmək üçün. Okay. Deyir ki, deməli video var. Videoya baxanda bu sualların cavabını axtaracağıq. How many different types of bread are in the video? Videoda neçə növ deməli çörək var. Say 2 types of bread that you see. Gördüyünüz 2 tip çörəyin adını deyin. Gəlin baxaq videoya. Let's eat bread. Deyir gəlin çörək yeyək. İndi bu 2 sualın cavabını yazacağıq buradan. Food. So many types, shapes, and colors. So many things to eat. Aren't we lucky? Deyir ki, bizim qidamız hər neçə cür formada olur, neçə cür tipdə yeməklər olur və yaxud neçə cür rəngdə olur. Biz şanslıyıqmı? Every country in the world has its own delicious food. Dünyada hər bir ölkənin özünün dadlı yeməkləri var. But some food is popular almost everywhere. Ancaq elə qidalar var ki, onlar demək olar hər yerdə məşhurdur. For example, bread. Məsələn, çörək. Let's look at how people make different types of bread in different Yəni baxaq görək insanlar necə müxtəlif parts of the world. Dünya müxtəlif yerlərində necə müxtəlif çörəklər hazırlayırlar. This is flatbread. Aha, bu flatbreaddir. Aha, yəni bu düz çörəkdir.
Bizdə yuxaya məsələn bax flatbread və yaxud tortilla, lavaş. Bunlar hamısı flatbread adlanır. It's popular in many different countries O bir çox ölkədə məşhurdur. because it's easy to make and it's really delicious. Çünki onu düzəltmək, hazırlamaq asandır və çox dadlıdır. These tortillas come from Central America. Bu tortillalar deməli Mərkəzi Amerikadan gəlir. Deməli biri budur. Yəni bunlar flatbread-ə aiddir. You use them for tacos or quesadillas. Siz bunları deyir takolarda və quesadilla adlı qida növü var. Onlarda istifadə edirsiniz. Meksikaya məxsus yeməklərdə çox güman ki. Taco Meksikaya məxsusdur. Digəri isə You can make delicious tortillas at home and you can buy them on the street. siz özünüz də bu tortillaları evdə də hazırlaya bilərsiniz və ya küçədə də ala bilərsiniz. In Turkey and Greece, people love pita bread or Aha, Türkiyə və Yunanistanda insanlar pita bread, yəni pide, bizim pide dediyimiz pita, yəni bizdəki pide. Onu xoşlayırlar. pita. These round breads start small but get big in the oven. Aha, deyir ki bu çörəklər, yumru çörəklər birinci balaca olur, sonra deyir böyüyürlər. Pişdiyəcək. They are delicious with meat, salad, or falafel. In Onlar deyir ətlə, sonra salat və ya falafel ilə dadlı olur. Falafeldəki noxuddan hazırlanan bax bu toplardır. Bunlar noxuddan hazırlanıblar. Qızardılırlar, sonradakı elə pide ilə yeyilən yeməklərdir. in Southeast Asia, people love these thin breads. They're Deyir ki, Cənub-Şərqi Asiyada insanlar bu çörəyi xoşlayırlar. called paratha. Bunlar parat adlanırlar. You can eat them with butter or curries. This man in Myanmar is making Siz deyir onları yağla və ya bunları kərə yağı ilə və ya deməli deyir qatıqla yeyə bilərsiniz. Curds. This man in Myanmar is making paratha. It looks so good. Deyir ki, Myanmardakı bu oğlan deyir paratı bişirir, o çox qəşəng görünür. What type of bread do people eat in your country? How often do you eat it? Aha, deyir ki, sizin ölkədə insanlar nə cür çörək yeyirlər və how often do you eat it? Və siz onu nə vaxtları yeyirsiniz, yəni yemə tezliyiniz nədir? Okay, çörək növləri. Biz sualların cavabına baxaq. How many different types of bread? Neçə tip flatbread var, düzdür? Bir də bu çörək adları çəkildi. Bunları nümunə kimi gətirə bilərsiniz. Bu curds isə qatıqdır. Okay. Reserve school lunch menu. Məktəb deyir yeməyini oxu, menüsünü oxu. Use the words in bold to write the names of the food in your notebook. Aha, qara, tünd hərflərlə verilmiş sözləri yeməklərin adı üçün istifadə edərək öz dəftərində yaz. Sonra isə dinləyib yoxla. Aha, varietas, yəni ki, latın dilində müxtəliflik deməkdir, orta məktəbi. Və qəlyanaltı menüsü, deməli, bazar günü, bazar ertəsi, sentyabrın 7-si, carrot salad with cheese, deməli, pendirli kök salatı, sonra rice and beans with chicken or fish, düyü və ya noxud, paxla, lobya,
toyuqla və ya balıqla, pineapple, ananas, içki isə drink, orange juice, yəni portağal suyu. Okay. Gəlin yazaq bunlara. Deməli 2 chicken, bu isə rice, düyü, carrot, yer kökü, cheese, pineapple, orange juice. Okay. Copy the diagram in your notebook. Dəftərinizə köçürün bunu. And aşağıdakı yeməklər və ya içkilərlə tamamlayın. Fruit, meyvə nə olar? Deməli burada pineapple. Niyə belə asan tapşırıq salırlar? Vegetables, carrot, dairy, yəni süd məhsulları, carbohydrates, yəni buna karbohidrat demək olar, beans, sonra rice, yəni karbohidratlar, protein isə zülal deməkdir, ətlərdə, yumurtada, süddə və s. olur, chicken, fish. Listen to the conversations and write the correct images in your notebook. Deməli, söhbətləri dinləyin və deməli, düzgün şəkilləri dəftərinizdə qeyd edin. Gəlin dinləyək. 1. Do you like rice and beans, Matt? Yes, I love them. I eat rice and beans every day. Deyir ki, sən düyü ilə noxud, lobya xoşlayırsan, o da deyir ki, hə, mən hər gün noxud lobya yeyirəm. Lobya ilə düyü yeyirəm. Me too. They're my Deyir mən də. favorite food. Mənim sevimli qidamdır. Deməli, birincidə nə oldu? Bunu. 2. What are you drinking, Julia? Is that orange juice? No, it's pineapple juice. Deyir, nə içirsən, Julia? Sən içdiyin portağal şirəsidir. O da deyir, yox. Bu, deməli, ananas şirəsidir. Delicious. I like pineapple juice. 3. Can I have the beans with cheese, please? Beans with chicken? No, beans with cheese, please. Sure. Deyir ki, mən lobyalı pendir götürə bilərəm. O da deyir ki, toyuqlu. O da deyir, yox, lobyalı. Yəqin ki, bu yeməkdir. O biri toyuğa oxşuyur. Dördə qulaq asaq. 4. And this is Saba Sushi. Saba sushi? Is that chicken? No, this is fish and this is rice. It's delicious. Try it. Oh, Deyir, mən indi deyir, Saba Sushi adında yemək yeyirəm. O da deyir ki, nə dedi? Balıqdır dedi, toyuqdur dedi. Saba sushi? Is that chicken? No, Deyir, toyuqdur bu. O da deyir ki, yox, balıqla düyüdür. this is fish and this is rice. It's delicious. Try it. Oh, okay. Yum. Deyir ki, o çox dadlıdır, onu deyir. B variantı. Çox dadlıdır, deyir, onu bir sən də yoxla bax dadını. What's for lunch? Yeməyə nə var? Bugün yeməkdə nə var? Students have lunch at school every day. Uşaqlar hər gün məktəbdə yemək yerlər.
Read and find out what they eat in two countries. Oxu və tap ki, görək bunlar iki fərqli ölkədə nə yeyirlər. Bir dəqiqə oxuyaq. Hey from Finland. Finlandiyadan salam. School lunches are free but delicious. Məktəb yeməkləri pulsuzdur, amma dadlıdır. Today I'm having fish, potatoes and carrot salad. Bugün mən balıq, kartof və kök salatı yeyəcəm. I love lunchtime because I can hang out with my friends. Mən nahar vaxtını xoşlayıram çünki mən dostlarımla vaxt keçirəcəm. Olavi 12, yəni Olavi yazan Olavi adında adamdır, 12 yaş var. Wow, facts. Faktlar. Students can take food to school. Uşaqlar məktəbə yemək götürə bilirlər. Yox, apara bilməzlər. Can't. Students can have a free lunch in the park during the holidays. Tətillərdə uşaqlar parkda deməli pulsuz yemək götürə bilirlər. Maraqlıdır. Hi there, salam. Here in South Korea, we have lunch with our teachers. Cənubi Koreyada burada biz müəllimlərimizlə nahar edirik. I'm having fish, soup, rice and kimchi, a traditional dish with vegetables. I love it. Mən deyir burada sup, düyü və kimchi yeyirəm. Kimchi bizim tutmamız, onların da kimçisi. Onlar da tutmaya, yəni turşuya kimchi deyirlər. Və əsasən kələmdən olan turşulardır. Ənənəvi deyir, tərəvəzlərdən olan ənənəvi bir yemək. Mən onu çox xoşlayıram. 13 yaşında olan Siyun. Students clean the tables after lunch. Deməli, tələbələr yeməkdən sonra stolu təmizləyirlər. In many schools, they aren't drinks during lunch. Və bir çox məktəbdə yemək vaxtı içki olmur. Do you have lunch at school? Məktəbdə siz nahar edirsinizmi? What is it like? O necə bir şey olur? Yəni necə bir şeydir? Tell us at bu deyir e-mail ünvanına yaz. Look at the article, məqaləyə bax. What is it about? O nə haqqındadır? Life in Finland and South Korea. Finlandiya və Cənubi Koreyada həyat haqqında. School food in Finland and South Korea. Bəli. Finlandiya və Cənubi Koreyada məktəb qidası haqqındadır. Write all the elements that you see in the article in your notebook. Artikelda, məqalədə gördüyünüz bütün elementləri dəftərinizə yazın. Başlıq var idi, baxaq. Özləri qeyd ediblər. Sonra nə var? The journalist's name. Baxaq. Jurnalistin adı var, bəli. The date, tarix. Baxaq, görək varmı? Bəli, var, 4 Mart. A graph. Grafik yoxdur. Yazmırıq. Images, şəkillər var. Comments from readers. Oxuculardan kommentlər. Bu da yoxdur. Sonra deyir ki read the article and listen. Artiklı oxu və dinlə. Daha oxuduq, dinləməyə ehtiyac yoxdur. Sonra cümlələr oxu və deməli Finlandiya üçün ev, Cənubi Koreya üçün isə SK hərfləri qoy və yaxud da ki, hər ikisinə aiddirsə both, yəni hər ikisi bu hərfi qoy. Students and teachers eat together. Bura South Korea idi. Students eat vegetables at school. Uşaqlar məktəbdə tərəvəz yeyir, hər ikisinə aiddir. There is free lunch for students at parks. Bura Finlandiyaya aiddir. Parklarda uşaqlar üçün pulsuz yeməklər olur. Students can take lunch to school. Uşaqlar məktəbə yemək apara bilməz. Finlandiya idi. Students clean the tables after lunch.
Yeməkdən sonra stulları təmizləyirlər. South Korea. Read the article again. Mətni yenidən oxuyun. Oxuyun. Write what Olavi and Siyun love in your notebook. Və Olavi və Siyun nəyi xoşlayırlar? Bunu yaz. Aha, Olavi nəyi xoşlayır? Aha, Olavi likes, xoşlayır, dostları ilə vaxt keçirməyi. To hang out with friends. Siyun isə likes to eat kimchi. Düşün, in South Korea students clean the tables after lunch. Uşaqlar yeməkdən sonra stolun üstünü təmizləyirlər. Think about your school. Öz məktəbiniz haqqında danışın, düşünün. Who cleans the school? Kim təmizləyir? How do you help to keep it clean? Necə kömək edirsiniz ki, onu təmiz saxlayasınız? Bu artıq sizin cavab verə biləcəyiniz bir şeydir. Can modal feili, uşaqlar İngilis dilində feilin müxtəlif növləri var. 4 dənə növü var əslində. Bunlardan biri də modal feildir. Modal feillər danışanın hərəkətə olan münasibətini bildirir. Məsələn, velosiped sürmək. Velosiped sürməyi mən bacarıram və ya məcburam sürməliyəm deyirəm və ya sürməyə icazəm var və ya mənə sürmək lazımdır. Bunlar hamısı bu cür görürsüz bir hərəkətə, yəni velosiped sürmək hərəkətinə, o sözə olan 4 dənə fərqli münasibət dedim. Məcburiyyət ola bilər, məsləhət ola bilər, bacarıq ola bilər, icazə ola bilər və s. Bu danışanın hərəkəti olan münasibətidir və İngilis dilində bunlar modal feillər vasitəsilə bildirilir. Və can modal feili bacarmaq üçün işlədilir, bacarıqlar üçün can, bacarmadıqlarımız üçün cannot və ya can't qısa forması. İkisindən biri işlənəcək və cannot bitişik yazılır. Buna diqqət edin. Sual cümləsində isə can mübtədanın önünə keçir ümumi sual cümləsində. Və uşaqlar, deməli cümlə sırası nə cürdür? Çox sadədir. Ən rahat qaydalardan biridir. Mübtədanı yazırıq. Mübtəda, sonra can, bacardıqlarımız üçün, bacarmadıqlarımız üçün can't, sonra da fail. Vəssalam. Bu da oldu cümlə sırası. İndi deyir ki, təsdiqlər üçün baxın belə işlənir. Aha, deməli negativi isə dediyim kimi can't və cannot bütöv və sual cümləsində isə can gəlir cümlənin əvvəlinə. Can you take və qısa cavablarda belə olur. Yes, vergül, şəxs əvəzli can, no, vergül, şəxs əvəzli can't. Qısa cavablarda yalnız və yalnız şəxs əvəzliklərindən istifadə oluna bilər. Gəlin cümlələri yazaq. After school, I müsbət cavab istəyir, yəni I can. Nəqli cümlə, adi nəqli cümlə olacaq. Məlahət, inkar cümlə istəyir, cannot və ya can't. My classmates and I deməli can have breakfast at school. Students can have dinner. Elçin can't. Write questions about what you can do at home in your notebook. Use can and the phrases in brackets. Aha. Aha, deyir ki, evdə what you can do at home in your dəftərinizdə yazın ki, evdə nələr edə bilirsiniz. Can və mətərzədəki ifadələrdən istifadə edin. Sual cümlələri qururuq. Can you eat? Əslində uşaqlar,
Hamısını elə əvvəlinə bir dənə can you qoyursunuz. Bu da oldu sual cümləsi. Baxın, can you eat chocolate every day? Can you have dinner in your bedroom? Can you play video games in the evenings? Can you use your cell phone during meals? Can you do homework on your bed? Sualları tərcümə eləsək, deyir ki, sən hər gün şokolad yeyə bilirsənmi? Sən yataq otağında nahar edə bilirsənmi? Axşamlar video geyimlər oynaya bilirsənmi? Yemək arası telefonundan istifadə edə bilirsənmi? Kravatında ev tapşırığını edə bilirsənmi? Qısa cavablar da verə bilərsiniz. Burada deyir ki, həmin bu suallara qısa cavablar verin. Edə bildikləriniz üçün yes I can, edə bilmədikləriniz üçün no I can't cavab verə bilərsiniz. Put the letters in the correct order and write the words about cooking in your notebook. Deyir ki, tərifləri düzgün yerdə qoyun. Sözü mənə gətirin, sonra dinləyərək yoxlayın. Onion, soğan, fork, çəngəl, knife. Şöyle knife yazılsa da K-N hərfləşməsi sözün əvvəlində gələndə yalnızca nə oxunur. Uşaqların çoxu bunu knife oxuyur, knife oxuyur. Amma olmaz knife. K-ları oxumayacaq, K səssiz olacaq. Özləri yaz. Add. Dad nədir tərcüməsi veriblər. Add. Əlavə etmək deməkdir. Cut. Kəsmək. Fry. Qızartmaq. Mix. Qarışdırmaq. Deyir, TV proqramın birinci hissəsini dinlə və öz dəftərində ən yaxşı başlığı qoy. Gəlin dinləyək. Gəlin baxaq. We've got fish and rice. What can we make? How about making a Korean dish? Korean? Deyir ki, bizim kökümüz var. Fish and rice dedi. Düyümüz var. Düyü və balıq var dedi. Deyirində qulaq. We've got fish and rice. What can we make? Deyir ki, bizim balıq və düyümüz var. Biz nə hazırlaya bilərik? About making a Korean dish? Bu da deyir ki, Koreya mətbəxindən bir yemək hazırlasaq necə olar? Korean? Okay, let's make sangsunjun. It's fried fish. It is simple and delicious. Good idea. Deyir ki, gəl sangsuncun bişirək. Koreya mətbəxinə aid yeməkdir. O qızardılmış balıqdır. O sadə və dadlı bir yeməkdir. And delicious. Good idea. And we can serve it with rice. Let's get started. Deyir, biz onu yanında qarnir kimi düyü ilə də təqdim edə bilərik. We've only got 45 minutes. Why don't I cut the fish? Sure. Deyir, başlayaq. Bizim sadəcə 45 dəqiqəmiz var. Nəyə görə də mən deməli balığı kəsməyim. Deyir ki, yaxşı, bu üçündən ən yaxşı başlıq hansı olar? Cooking with Chef Jessica. Jessica, aşpaz Jessica ilə bişirmək. Dünya yeməyi. Master Cook Junior Edition. Yəni Master Chef elə bir proqram. Məsələn, Master Cook'dur da buradadır. Onun deyir, balacalar üçün olan layihəsi. Okay, sizcə hansı başlıq yaxşı olar?
Yəqin ki, bu başlıq daha uyğun olar. Sonra the participants have got deyir ki, iştirakçıların nəyi var? Balıq və düyüs var idi. They decide to make a Korean, bəli, Koreya mətbəxinə məxsus yemək bişirmək istəyirlər. Deyir ki, ikinci hissəsinə qulaq assın. Number the sentences in the order you hear them in your notebook. Eşitdiyiniz cümlələri həmin eşitdiyiniz ardıcıllıqda qeyd edin. Okay, gəlin dinləyək. 2.0. Uh-oh, Chef Jessica is coming. Don't look at her. Okay, James and Olivia. What? Deyir ki, Şef Jessica gəlir, ona baxma. O da deyir ki, Olivia və kimsə. What's your dish? We're making... is coming. Don't look at her. Okay, James and Olivia. What's your dish? Deyir ki, James və Olivia, sizin yeməyiniz nədir? We're making Sang Sunjun, chef. Okay. Deyir, biz Sangsuncun bişiririk, o Koreya mətbəxinə məxsus yeməyi. Korean dish. Nice. Koreya yeməyi nə qəşəng. And how do you make it? Deyir, onu necə bişirirsiniz? Well, first we cut the fish with this special knife and put it in the flour. Deyir ki, birinci biz onu kəsirik. Xüsusi bir bıçaqla kəsirik. Sonra onu deməli, unun içinə qoyuruq. Then we mix the eggs. Yeah. Sonra deyir, yumurtaları qarışdırırıq. Please pass me the eggs. Sure. Right. Put it in the Xahiş edirəm, zəhmət olmasa mənə yumurtaları ötür. flour. Then we mix the eggs. Yeah. Please pass me the eggs. Sure. Right. Aysu! Use a fork to mix the... Deyir ki, çəngəldən istifadə edir ki, onları hazırlamaq üçün çəngəldən istifadə edin. F. Oh, and don't forget to add salt to the eggs. Yumurtalara duz əlavə etməyi unutmayın. Yes, chef. Then we fry the fish. It sounds delicious. Sonra biz balığı qızardırıq, o da deyir, çox dadlı səslənir. Good luck. Thank you, chef. Uğurlar. Aha, deməli, birinci deyir ki, Chef Jessica is coming, gəlir, ona baxma. Sonra deyir ki, aha, oradan kəsib veriblər. A Korean dish, o da deyir ki, Koreya mətbəxinin yeməyi, nə qəşəng. Onu necə düzəldəsiz? Sonra deyir ki, soruşur necə düzəldərsən. Sonra o da cavab verir ki, biz onu xüsusi bıçaqla kəsəcəyik. Sonra deyir, yumurtaları qarışdırırıq. Qadın da deyir ki, şef deyir ki, yumurtaları duz atmağı əlavə etməyi unutmayın. Və ən axırda da onlara uğurlar arzulayır. Okay. Burada görək, qısadırsa, bu tapşırıq eləyəcəm, qısa deyilsə. Sonra deyir ki, boş yerlərə bunları qoyaq. Deyir ki, how about making a Korean dish? Yəni, səncə necə səslənir? What about? Bunu 5-ci sinifdə vermişlər də, Game Changer. Burada veriblər, təzdən burada verirlər təkrar. Aha, deyir ki, gəl Sang Sunjun bişirək. Nə qəribə də adı var. Sonra da qız da deyir ki, orada nəyə görə deyir, indi kəsməyim.
Great idea, möhtəşəm fikirdir. Well, aha, yaxşı. Biz necə deyirik? Yaxşı. Aha, yaxşı. Hə, deməli, bax bu cür ifadələr well-la istifadə edilir ingilis dilində. Əvəz edilir, yəni. Good idea, yaxşı fikirdir deməkdir. Sure, əlbəttə deməkdir. Don't worry, narahat olma deməkdir. Write suggestions in your notebook. Use the words, phrases. Deməli, dəftərinizdə təklifləri yazın və nə deyir, bu ifadələrdən, sözlərdən istifadə edin. Aha, yəni birinə təklif edəndə uşaqlar ya cümlələrimiz let's-dən başlayacaq, ya how about-dan, ya da why don't I, bu tipli ifadələrlə başlayır. Məsələn, belə olacaq. Aha, how about cümlənin əvvəlinə qoyuruq. How about və bir dənə have sözünə, bu niyə belə qalın oldu? Aha, deməli how about yazırıq. Və have sözünə uşaqlar having ing artırıq. How about having pizza for dinner? Sonra bu isə adi xüsusi sual cümləsi quruluşundadır. Why don't I? Deyim, niyə də kəsməyim, niyə başlamıram ki? Sonra cümlənin qalanı olduğu kimi gedir. Why don't I cut some carrots for a salad? Sonra let's-i əlavə eləyəndə uşaqlar bir dənə qarşısına let's qoyduq oldu cümlə. Let's make eggs for breakfast. Aha. How about əlavə eləyəndə bir dənə feylə nə artıracağıq? Şəkilçi. How about, yəni ing şəkilçisi. How about doing homework? Sonra let's, bir dənə let's-i əvvələ qoyduq və sələm cümlənin qalanı olduğu kimi gedir. Let's play volleyball. Aha. Subject and object pronouns uşaqlar, bu mövzu qalsın gələn videoya. Yoruldum. Gecəniz xeyrə qalsın. Gündüz baxanların da gündüzü xeyirli olsun uşaqlar. Dərslərinizdə bol şanslar, zehin açıqlığı arzu edirəm. Kanala abunə olub videonu bəyənməyi unutmayın və videoları da paylaşın ki, daha çox izləyənlər olsun. Sağ olun. Ümid edirəm ki, sizə faydası toxunur.